Demək, misalımız nə deyir? NA kəsişmə B bərabərdir 1-dir. NB A-nın fərqi 12-dir. NA ilə B-nin birləşməsi 16 olarsa, A çoxluğunun neçə A çoxluğu olar? Bunları eləməyin ən asan üsulu Venn diaqramıdır. Bu olsun A çoxluğu, bu olsun B çoxluğu. Nə deyir? NA ilə B-nin kəsişməsi, yəni bu ortada bir ədəd var. B ilə A-nın fərqi sadəcə B-nin hissəsində olan 12 ədəd burada var. NA ilə B-nin birləşməsi isə 16-dır. Buradakı ədəd neçədirsə, bunların cəmi verməlidir neçə? 16. 1 ilə 12, 13. 16 ilə nə? 16 ilə 13-ün çıxsam qalacaq neçə? 3. İndi bizə soruşur ki, A çoxluğunun neçə A çoxluğu var? İndi toplamda A çoxluğunun neçə dənə ədəd oldu? Bax, 3 burada, 1 də burada. Cəmisi neçə dənə ədəd oldu? 4 dənə. Bilirik ki, n elementli çoxluğun alt çoxluqlarının sayı 2 üstü n ilə tapılır. İndi bizdə n 4-dür, 2 üstü 4, o dedir neçə? 16. Cavab 16.